gəldi H. Düzdür? İndi bax bu məsafə bizdə nədir? Radius R. Düzdür? R. Bu indi bax bu fx funksiyasını yazmalıyıq da. Onda mən yazıram ki fx bərabərdir R bölünsün H vurulsun x. Bilirik ki bu y bərabərdir kx funksiyasının grafikidir da yəni. Ona görə də fx bərabərdir R bölünsün H. İndi həcimin düsturundan biz yazırıq v bərabərdir pi vurulsun integral sıfırdan h'a f'in kvadratı x dx. Yani düstur burada yaranır. Bərabərdir pi vurulsun integral sıfırdan h'a gətirib f'in qiymətini yerinə yazıram. R'in kvadratı vurulsun x bölünsün h'ın kvadratı. Bir də x kvadrat. Biz bilirik ki törəmədə sabiti mötərizənin xaricinə çıxartdığımız kimi integralda da çıxardabilirik. R'in kvadratı bölünsün h integral sıfırdan h'a x'in kvadratı dx bərabərdir pi vurulsun R'in kvadratı bölünsün h vurulsun x'in kubu. Nəyin törəməsi x'in kvadratına bərabərdir? X'in kubu bölünsün 3. İntegral sıfırdan h'a. H'ı yerine koyuram. Buradan alınan pi vurulsun. R'in kvadratı bölünsün h kvadrat. Burada h kvadrat var. H kvadrat. H'ın kvadratı vurulsun. H'ın kubu bölünsün 3. Uşaqlar h'ın kvadratları ixtisar gedir. Qalır h. Buradan olur 3'te 1. Pi R'in kvadratı vurulsun h. Demək, sən demə konusun həcmi v bərabər imiş 3'te 1 pi R'in kvadratına. Bunu indi yaxşı olar ki siz yadınızda saxlayasınız. V bərabərdir 3'te 1 pi R'in kvadratı vurulsun h. Aydın oldu.